bir məqam da var. Bunu ilk dəfə deyəcəm. Burada. Deməli, Mahir axı balaca idi, 17 yaşı var idi Mahirin Qarabağa gedəndə. Uşaqdılar da. Məsəl üçün olurdu, bir də görürdüm, eşitirdim ki, telefonda danışır ki, məşqdən sonra görüşərik uşaqlarla, məsələn. O anlarda mən hocaya zəng eləyirdim, deyirdim, nəsə plan var, bunlar uşaqlarla görüşəcəklər, məsələn. O gün məşq olurdu, qutarırdı, hoca deyirdi ki, Mahir, Coşqun, Eltun, kim varsa, siz bu gecə bazada qalacaqsınız. Bax, bunu buradan birinci dəfə eşidirlər. Yəni, Coşqun da mənim bağışlasın, Mahirə görə çox qalıbdı bazada. Məsələn, 3 gün siz bazada qalacaqsınız. Məsələn, Mahir rejimini pozanda yeməklə bağlı, yuxusunu, yəni özünə də xəbərdarlıq eləyirdim. Deyirdim, bax, hocaya deyəcəm, kola içdin, hamburger yedin, məsələn. Və deyirdim də. Deyirdim, düzəlirdim.